Biz indi paralel parklama əməliyyatını yerinə yetirməyi öyrənirik. Park edəcəyimiz ərazi qarşıda sağ tərəfdə qoyulmuş konusların ortasıdır. Yəqin ki, səhifədə paylaşılan paylaşımlar arasında, eləcə də bir başqa səhifələrdə paralel parklama əməliyyatlarının yöntəmlərini görmüsün. Bugün isə bizim istifadə edəcəyimiz yöntəm fərqlidir. Fərqli olmasının səbəbi nədir? Çünki biz avtomobilimizi iki avtomobilin ortasına yerləşdirərkən bu bir o qədər də çətin olmur. Avtomobillərin qabariti kifayət qədər böyük olduğu üçün biz onları rahatlıqla görə bilirik. Lakin maneələr əgər konusdursa, onda bir qədər işimiz çətinləşir. Və DP imtahanlarında sürmə imtahanından keçərkən siz avtomobillərin ortasına deyil, məhz konusların ortasına park edirsiniz. Yəni, təlim zamanı siz əgər konuslar arasına park etməyi öyrənməsəz, imtahan zamanı əziyyət çəkəcəksiniz və çox güman ki, o tapşırığı da yerinə yetirə bilməyəcəksiniz. Əslində, məntiq eynidir. Sadəcə olaraq baxışımız fərqli olmalıdır, yanaşmamız fərqli olmalıdır. Belə hesab elə ki, sağda olan hər bir konus dayanmış avtomobillərin küncüdür, tinidir, farasıdır, belə deyək. Biz indi iki avtomobilin ortasına paralel parkovkanı eləyirik də, düzdürmü? Elə hesab elə ki, bu konuslar ki var, indi bizə yaxın olan ilk konuslar. Bu böyrümüzdə dayanmış avtomobilin ön hissəsi, qarşıda olan konuslar isə irəlidə dayanmış avtomobilin qurtaracağı, yəni arxa hissəsidir, arxa küncləridir. Biz indi irəliyə doğru hərəkət edirik. İrəliyə doğru hərəkət edərkən ilk maneə ilə avtomobilimizin arxası paralel olana qədər davam edirik. Yəni, hal-hazırda bizim ilk maneəmiz bu konusdur. Lakin biz geriyə hərəkət edərkən hansı olacaq? Bəli, buradan sonuncu, o tərəfdən ilk maneə, ilk konus. İndi əyləci basaraq qoyuruq D rejiminə. İndi əyləci buraxırıq. İrəliyə doğru hərəkət edirik və yan məsafəmizi təxminən yarım metr saxlayırıq. Gözə yarı. Hələ ki, davam edirik. Baxırıq sağ güzgüdən. O konusu görürükmü? Avtomobilimizin arxası o konusla paralel olmalıdır qızım. Hələ paralel deyil, bir qədər də getməli. Aha, indi oldu paralel. Bir də çevril bax, müqayisə elə. Paraleldirmi? Bəli, bəli. Yan məsafəmiz də təxminən yarım metr olar. Yarım metrdən bir balaca az olar, ancaq ki var. Əgər maneə ilə paralel dayanmısansa qızım, sən sükanı sağa çevirərkən o maneəyə toxunma ehtimalın yoxdur. Təbii ki, söhbət arxa-arxaya hərəkətdən gedir. İndi park edəcəyimiz yer hansı tərəfimizdədir? Sağımızdadır. Sağımızdadır. Demək ki, sükanı hansı tərəfə çevirəcəyik? Sağa çevirəcəyik, tələsmə. Sükanı sağa çevirərkən avtomobilin arxa hissəsi sağa yan alır. Ön hissəsi isə sola yan alır. Demək ki, soldan gələn nəqliyyat vasitələrinin bizi vurma ehtimalı var. Ona görə sol güzgüdən yoxlayırıq. Gələn gedən yoxdur ki. İndi R rejiminə qoyuruq. Əyləci buraxaraq, yəni bunu hərəkətdəykən yerinə yetiririk. Yaxşımı qızım? Əyləci buraxaraq sükanı çeviririk sağa. Və sol güzgüdən baxırıq. Arxada olan hər iki konusu görənə qədər davam edirik. Gördüm. Aha, hər ikisini gördüm. Bəli. Elə hesab elə ki, arxada dayanmış avtomobilin hər iki farasını gördüm. İndi qızım, neynəməli? Sükanı düzləşdirməliyik. Düzləşdiririk, amma gedə-gedə. İndi oradan gözümüzü çəkirik, baxırıq sağ tərəfə. Yavaşca saxlayırıq qızım. Biz indi geriyə doğru hərəkət etməliyik, ancaq nə zamana qədər? Elə hesab elə ki, bu sağımızda olan konuslar ki var, bunlarda üzü o istiqamətə dayanmış avtomobilin qurtaracağıdır. Biz indi avtomobil olsaydı, onu rahatlıqla görüb, rahatlıqla hesablamalar apara bilərdik. Ancaq maneə konusu olduğu üçün görməkdə çətinlik çəkirik. Misal üçün, sən indi avtomobilin böyründə olan bu konusu görmürsən. Görmədiyin halda necə hesab götürə bilərsən? Avtomobilimizin güzgüsü, bax,
o konusla. Yəni bizdən uzaq olan konusla paralel olana qədər. Bunun yerində avtomobil olsa da bu keçərlidir və onu da təkrar edəcəyik. Əyləci buraxırıq. Geriyə doğru hərəkət edirik ta ki güzgümüz konusla paralel olana qədər. Oldu mu qızım? Bəli, bəli. Aha. İndi istədiyimiz nədir? Avtomobilin ön hissəsi sağa gəlsin, düzdürmü? Bəli. Demək ki, sükanı hansı istiqamətə çevirsək, avtomobilin ön hissəsi o istiqamətə, üzr istəyirəm, arxa hissəsi o istiqamətə, ön hissəsi isə əks istiqamətə çevrilir. Demək ki, biz indi sükanı sola çevirməliyik ki, avtomobilin önü sağa gəlsin, bəli. Əyləci buraxırıq və sükanı çeviririk sona qədər sola. Bütün güzgülərə baxırıq. Avtomobilimiz düz olana qədər davam edirik. Düz oldu. İndi düzləşdiririk. 1, 2. İndi yavaşca əyləci basaraq əl əyləcini qaldırırıq. Lakin düyməni sıxmadan sonra parklama rejiminə qoyuruq. Bax qızım, bu qarşıda olan maneələrin, konusların. İndi bax, bu da geridə olan konusların. Heç birisinə toxunmadıq, düzdürmü? İndi biz bunu tətbiq eləyirik konusların arasına deyil, avtomobilin arasına. Və geridə bizim konusumuz və yaxud da avtomobilimiz olmayacaq. Bir maneə ilə bu əməliyyatı necə yerinə yetirə bilərik? İncəliklər çoxdur. Sadəcə olaraq, yenə də deyirəm, mənim vəzifəm sənə istənilən halda bu tapşırığı yerinə yetirməyə öyrətməkdir. Lakin hər şeyin sadə, bəsit, asan yöntəmi var.